Herkese salamlar, kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videoda qarşınızdayım. Videoyu keçməmişdən və kanalda destek olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndiysə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımızı hər birinizi dəvət edirəm. Linki şərhlərdə olacaq. Burada səhmlər və kriptovalyutalar haqqında şəxsi analizlərimi paylaşır, alış-satış siqnalları sizlərə pulsuz şəkildə təqdim edirəm. Post şəklində xəbərlər falan paylaşıram. Həmçinin müzakirə qrupunda da dəstək almaq istəyənlərə dəstək verirəm və birlikdə müzakirə edirik səhmlər və kriptovalyutaları. Hər birinizi gözləyirəm. Linki şərhlərdə olacaq. Əgər siz də yatırım edərək pul qazanmaq istəyirsinizsə, gələcəyinizdə yatırım etmək istəyirsinizsə, səhəm almaq istəyirsinizsə, Telegram kanalımıza gələ bilərsiniz dostlar. Bugünkü videoda fond bazarları haqqında danışacağım. Bugünkü videoda deməli son düşüşdən sonraki vəziyyət və 2026 ilində 2026-cı ildə yəni bizləri fond bazarlarında nə gözləyir bu haqda danışacağım dostlar. Keçən videoda da dediyim kimi, keçən videoda demişdim, səhv eləmirəmsə ya bu videodur ya da bundan əvvəlki videoydu. Demişdim, deməli Kevin Hassett seçilmə ehtimalı yüksəkdir və 99% o seçiləcək. Çünki Trump'ın dünən çıxışında açıqlamalarına əsasən Kevin Hassett'in seçilməyi demək olar 99% ehtimalla bilinir hal-hazırda. Və gələnin əvvəlində açıqlayacaq. Yəni yanvar ayında böyük ehtimal yanvar ayının əvvəlləri açıqlayacaq. Deməli 2026 tarixində bu Fed sədrini, yeni Fed sədrini və Kevin Hassett gəlsə dostlar, fond bazarları indiki səviyyənin qat-qat üstündə olacaq dostlar. Məsələn biz baxırıq burada Nasdaq 100 endeksinə 25 bin dollar səviyyəsindədir. Mən sizə belə bir təcrübəmi bölüşüm. Deməli, mən müəyyən müddət ərzində müəyyən büdcələrlə yatırım edirəm. Yəni bir 5 ay ərzində tutaq ki, məsələn 5000 dollarlıq büdcə, 1 il ərzində 10.000 dollarlıq büdcə. Yəni müəyyən müddətlərdə bazara daxil oluram və bu əlavələri falan müəyyən müddət ərzində edirəm. Yəni bir səhmi axıra kimi saxlamıram, investor kimi etmirəm, yəni investor deyiləm. Müəyyən müddət ərzində trade edirəm və 4 ay, 5 ay ərzində ortalama bir səhmi saxlayıram. Sizlərə bir təcrübəmi bölüşüm. Deməli iyun ayında yeni bir büdcə ilə daxil oldum bazara, müəyyən qədərlik büdcə ilə daxil oldum və onda Nasdaq 21 min dollar səviyyəsində gördüyünüz kimi. Yəni dostlar, ondan əvvəlki tarixlərdə deməli bazarda elə də xoş mənzərə yox idi. Gördüyünüz kimi burada tariflər fevral ayında Donald Trump tarifləri açıqladı, bazarın bir çöküşü oldu və ondan sonra aprel ayında bir qalxış başladı dostlar və bu qalxışdan da mən daxil bazara həmin an girənlər çox yaxşı pullar qazandılar dostlar. Və sözümün əsas məqsədi budur ki, dostlar, müəyyən müddət olur ki, bazarlarda bir-birinin ardınca çöküşlər ola bilir. Müəyyən müddət 2 ay, 3 ay, 4 ay bazarlarda qeyri-stabillik olur, durğunluqlar olur, çöküşlər olur. Bu normal haldır. Amma həmin aydan sonra 1 ay ərzində bazar özünü maksimum şəkildə toplaya bilir və sizə istədiyinizdən daha çox pul qazandıra bilir. Təsəvvür edin, mən 3 ay ərzində öz büdcəmin 2 qatından daha çoxunu qazandım dostlar fond bazarında. 2 qat, bəlkə 3 qatına yaxın pul qazanmışam. Cəmi 3-4 ay ərzində dostlar. Yəni sözüm bundan ibarətdir ki, bazarlara yatırım etməyi həqiqətən də tək bazarlar deyəndə ABŞ bazarını nəzərdə tuturam, birjanı nəzərdə tuturam. Hər şirkət də bura daxil deyil təbii olaraq. Müəyyən seçdiyimiz, məsələn mən bir şirkətin üstündə 4-5 saat maraqlanıram, araşdırıram şirkəti müəyyən saytlardan, şirkətin öz saytından, müəyyən süni intellektlərdən və s. Yəni həm texniki analiz, fundamental, əsasən texniki analizə də baxıram, lakin fundamental analizə daha çox nəzər yetirirəm. Çünki siz bir şirkətə yatırım edirsinizsə, siz şirkətin fəaliyyətinə yatırım eləmiş olursunuz. Əgər həmin şirkətin fəaliyyəti düzgün qurulmayıbsa, onun gələcək perspektivi o qədər yüksək deyilsə, o şirkətə yatırım etməyin heç bir mənası yoxdur. O şirkət sadəcə boş bir quyudur dostlar. Milyonlar belə atsanız o quyunu doldura bilmərsiniz, çünki o quyunun dərinliyi sonsuz dərəcədədir. Ona görə də dostlar, ABŞ birjalarında yaxşı şirkətlərə, seçdiyiniz şirkətlərə, araşdırdığınız şirkətlərə yatırım etsəniz, siz də həqiqətən 4-5 ay ərzində çox yaxşı miqdarlarda pullar qazana bilərsiniz. Yəni mən bunu öz şəxsi təcrübəmdən bölüşürəm və hər gün də bu bazarlardan pul qazanan milyonlarla insan var. Çünki onlar şirkətlərin gəlirlərinə yatırım edirlər. Boş-boş kiminsə itinin adına, pişiyinin adına çıxardılmış tokenləri yatırım etməkdənsə, yəni onlar mərc kimi bir şeydir belə baxanda. Çünki əgər milyon dollarları olan balinalar həmən tokenlərə girməzlərsə, həmən kriptovalyutanın, tokenin dəyəri sıfırlanacaq. Ona görə də dostlar, şirkətlərə yatırım həqiqətən də hal-hazırda, indi, keçmişdə 19-cu əsrin sonlarından deyək, birjalara, şirkət səhmlərinə yatırımlar var. Bu əvvəl də var idi. Ondan sonra da olub və hal-hazırda da var dostlar. Yəni şirkətlərə yatırım həmişə sizə pul qazandıracaq və siz büdcənizi get-gedə artırsanız, gələcəkdə ümumiyyətlə yalnız məşğuliyyəti yatırım üzərində eləyə bilərsiniz və müəyyən müddət bazarlarda alış-satış edərək yaxşı pullar qazana bilərsiniz dostlar.
Gördüyünüz kimi hal-hazırda Nasdaq 100 indeksinin səviyyəsi 25.555 dollar səviyyəsində. Dostlar, bu səviyyələr yəni elə də yüksək səviyyələr deyil. Məsələn, bütün zamanlarda baxırıq, görürük ki, Nasdaq çox yüksəkdədir hal-hazırda. Lakin bu dostlar niyə belə yüksəkdədir? Çünki son illərdə, son aylarda süni intellektin belə populyarlaşması, süni intellekt tipli müxtəlif sistemlərin, müxtəlif şirkətlərin, müxtəlif fəaliyyət növlərinin aşkarlanması və yaranması dostlar süni intellekt bazarını günü-gündən daha da böyüdəcək. Bu boş bir balon deyil, bu inkişaf edən bir mexanizmdir, bir trenddir və bu trendin arxasında da milyardlarla dollar var. Bu 25.000 dollar səviyyəsi hələ azdır. Bundan sonra 27.000, 30.000, hətta 35.000 dollarlara kimi deməli dərin çöküş olmadan yüksəliş görə bilərik dostlar. Çünki artıq gələcək dövrümüz, yəni 2028-ci, 29-cu illərdə lidar texnologiyası böyük pullar qazandıracaq dostlar. Məsələn, bizim Aiva şirkətinə yatırım etmişik. Aiva şirkətinin deməli 2028 ili göstəricilərini gəlib proqnozunu sizə təqdim edeyim. Baxın dostlar, 210 milyon dollarlıq gəlir gözləyirlər. Yəni bir il içində 2 qatdan çox gəlir gözləyirlər. Bu real bir şeydir dostlar. Bu yalançı proqnoz deyil. Həqiqətən də 2028-ci ildə lidar texnologiyası, süni intellektin digər növləri, həmçinin nadir torpaq elementlərində lider mədənçilik edən şirkətlər böyük pullar qazanacaq, həddindən artıq böyük pullar qazanacaq. Yəni bugün dünyanın ümumi sərvətinin bəlkə 4-5 qatı daha çox pul qazanacaqlar. Dünyanın ümumi sərvəti trilyonlardan daha çoxdur. Yəni o puldan daha böyük pullar qazanacaqlar və ona görə də dostlar, hal-hazırdakı trendi dəstəkləmək, buna yatırım etmək sizi 3-4 il sonra sizin deməli qənaət etdiyiniz, yığdığınız, yatırım etdiyiniz pulları əhəmiyyətli dərəcədə artıra biləcək. Ona görə də dostlar, siz də yatırım etmək istəyirsinizsə, Telegram kanalımıza buyurun gəlin. Pulsuz şəkildə sizlərə səhm tanıtımı edirəm. Yəni bunu pulsuz şəkildə edən demək olar Azərbaycanda çox az bir neçə adam varsa, həmən bir neçə adamdan biri mənəm və bu günə qədər sizlərə təqdim etdiyim şirkətlərin yalnızca biri ziyandan nəticələnib. Bunu etiraf edirəm. Bu da mənim borc səviyyəsinə baxmamağımın səhvi ucbatından oldu. Bunu nəzərə almamışdım. Ona görə də 30%-ə yaxın zərərimiz oldu həmən şirkətdə. Lakin sizlərə qabaqcadan deməli xəbərdarlıq elədim və 30%-dən qurtulduq. Çox şükürlər olsun. Yəni daha böyük zərərə də gedə bilərdi, amma vaxtında gördük bu şirkəti və ondan başqa heç bir şirkətdə zərərə getməmişik dostlar. Heç bir şirkətdə əksinə bir çox şirkətdən 300%-in üstündə qazanc qazanmışıq və bunu bir neçə ay ərzində eləmişik. Femi şirkətindən bir ayda 60%-in üstündə qazanc qazandı. Yəni əgər hal-hazırda bunu saxlayırsınızsa, bu sizin öz qararınızdır. Demirəm saxlamayın. Yəni Femi şirkətinin gələcəyi həqiqətən də böyük ola bilər. Yəni böyük potensiallı şirkətlərdəndir. Amma bir ay ərzində mən sizlərə 60% qazancı vermişəm. Yəni buna görə çox rahatam və dediyimin üzərində də durmuşam. Hər birimiz də yaxşı pullar qazanmışıq. Gördüyünüz kimi biz bu film səhmini 60 sentdən almışdıq dostlar. 1 dollar 1 sentə, hətta 10 neçə sentə qədər qalxmışdı və 60% üzərində gəlir qazanmışdıq dostlar. Həmçinin digər şirkətlər var. Yəni çox şirkət var. Dragonfly şirkəti səhmi 30 sentdən almışdıq, 2 dollar 50 sentə qədər qalxdı. Bitfarm şirkəti 1 dollardan almışdı, 6 dollara kimi qalxdı. Yəni bu qazancları dostlar sizə Azərbaycanda verən ikinci şəxs yoxdur. Düzdür, məsələn kanalımızın abunəsi azdır falan, bunu başa düşürəm. Çünki Azərbaycanda bu deməli yatırım növünə, bu maliyyə növünə maraq elə də yüksək deyil. Lakin mən bunu Azərbaycanda daha da artırmağa, daha da maraq yaratmağa çalışıram ki, bizim də insanlarımız daha çox biliklənsinlər, cahil qalmasınlar və gələcəklərinə normal alətlərinə, yatırım alətlərinə yatırım etsinlər. Manat, dollar, avro saxlamaq heç kimə heç nə qazandırmayacaq və yaxud hər hansısa bir bankda 6-7%, 9% illik qazanca verib faiz yemək də heç kimə pul qazandırmayacaq dostlar. Ona görə də sizləri bu yatırıma deməli məsləhətlər görürəm. Müxtəlif şirkətlər tövsiyə edirəm. Təbii ki, yatırım etmək və yaxud etməmək sizin qərarınızdır. Pul sizin pulunuzsa yatırım etmək də sizin qərarınızdır. Lakin mən sizləri bu sahədə bilikləndirməyə çalışıram maksimum. Ümid edirəm sizlər də deməli bu sahədə marağınız yaranacaq və gələcəkdə özünüzə, öz pulunuzun dəyərini daha yüksək, daha çox biləcəksiniz. Bugünlük bu qədər dostlar. Videomu bəyəndiysə like ata bilərsiniz, kanala bəyəndiysə abunə ola bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşənəcək.